Xoş gördük əziz dinləyicilər. Artıq Rusiyanın Saransk, Tula, Moskva əraziləri ciddi şəkildə vurulur. Bilirsiniz ki, bu parad ərəfəsində mən sizə məlumat vermişdim ki, Rusiya 280-dən çox hava hücumundan müdafiə sistemlərini paradı qorumaq üçün Moskva tərəfə çəkir. Bu əlbəttə ki, Rusiyanın qərb hissəsini zəiflədəcəkdir və qərb hissəsində vacib olan zavodların, fabriklərin qorunmasını mümkünsüz edəcəkdir. Bununla bərabər artıq Moskva ətrafında da Domodedovoda 80 reys artıq təxirə salınıb, 38 reys tamamilə ləğv edilib və digər Rusiyada, Moskva şəhərində yerləşən Vnukovo olsun və yaxud da digər hava limanları da bağlayıb və öz fəaliyyətini demək ki, bugün iflic vəziyyətinə düşüb və minlərlə insan Rusiyanın, Moskvanın hava limanlarında qalıb və lazım olan reyslərə gedə bilməyiblər. Artıq 2 gün qalmasına baxmayaraq, parada 2 gün qalmasına baxmayaraq artıq daha ciddi hadisələrin baş verəcəyini, daha ciddi zavodların və fabriklərin vurulacağını, Moskvanın intensiv atəş altında qalacağı da gözləniləndir və labüddür. Təşəkkür edirəm.